Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsində sizlərə Məhməli çayı deyilən əraziyə yaxın olan bir yerdə Ülvi Bağça yolu məktəb 218 nömrəli məktəbin demək olar yaxınlığında gözəl şəxsi tikili, özünə məxsus bir həyət evimizin çəkilişinə gəlmişik değerli dostlarım. Ev demək olmaz ev. Bir şato, bir belə deyim ki, özünə məxsus tikilibdir. Gözəlliyini də siz yox. Navesli qəşəng. Gördüğünüz kimi evin özü super. Hələ bunun dərin padvalı var. Çöl sanitar qovşağı, suyu, qazı, işığı, bütün kommunalları hamısı öz qaydasında. Çöl sanitar qovşağı, bax gördüğünüz kimi belə bir çöl sanitar qovşağı var. Evimizin padvalına baxaq. Bax yağış yağır, hal-hazırda yağışın altındayıq da, düzdür. Binə qəsəbəsinə deyirləri nəmişlikdə. Onu deyənlərin çoxsa əksəriyyətindən 90%'ından 99'u da yalancıdır. Niyə? Çünki nəmişlik yerdir. Gəlin padvalı mən sizə göstərəcəm. Ki arxain olasınız bu evin padvalı belə necədir? Gəlin bura. Dostlar, cəmaət hündür ərazidə yaşayır. Padvaldan şey çıxardırlar. Nə deyirlər? Su götürüb atırlar. Quru padval. Gəlin işığı yandıracağım indi mən burada sizə. Dostlar, işıq var da burada qardaş. Aha, gəlin bura. Padvalında bunun əməlli başlı iş görür ha. Yeri laminatdır bax. Yer laminatdır. Bir dənə laminat olsun, şiş yoxdur. Yəni quru, gördüyünüz kimi dərzi band işlər, ofis kimi işlər, nə bilim ürəyin istəyir, nə ürəyin istəyir işlər də, yəni hicamat kimi, nə bilim dərzi band kimi hər şey də, yəni. Bax burada görürsünüz dərzi stolu zadı var. 2 dənə dərzi stolu var. Hal-hazırda ev sahibi bu işlə məşğuldur deyən dostlar. Sizə göstərirəm. Hələ burada bunun belə bir yeri də mövcuddur dostlar. Əldə yeri zadı qoymaq üçün, yəni belə bir şeydir. Bax, hündür. Bütün artıq ultuq əşyalar nə var? Yığ getsin bunun altına. Balon, banka, nə bilim, nə ürəyin istəyir, hamısını yığ. Hamısı, bütün otaqların da altına, hamısına xod var ha dostlar. Gəlin bura. Kombi, pütümlütka görürsünüz burada yığılıbdır. Yani götürmə. Bir dənə pütümlütkadır, bunu da alarsınız, bir dənə təzəsini qoyarsınız. Problem deyil. Gəlin buraya dostlar. Gəlin bura. Gəlin. Ya Allah'ın adı. Keçək evimizin içine inşallah. Bismillahirrahmanirrahim. Salam aleykum. Keçmək olar. Hələ bunun balkon hissəsinə bir dənə göstərim, bu izləyicilərimiz görsün. Bax, balkonda oturmağa, nerede oynamağa, çay içməyə. Böyle süper bir evdir da. Əsas nədir? Mən olmazsa olmazım mangal şeydir. Bax dostlar. Burada pişirdin, düşürdün. Sağırırsan nəvələri, nəticələri başımın yanına. Aha, oturursan burada qəşəng nurşu canlılığına yiyirsən. Başka yere getməyə ehtiyac yok. Gəlin evimizin içine geçelim. Bismillahirrahmanirrahim. Ya Allah'ın adı. Evimiz koridor sistemlidir dostlar. Buyurun burada, şık budur. Evimizin koridoru geniş, iri holdu. Da koridor demək olmaz bura, holdu. Burada moyka yeri var. Qəşəng, səliqəli. Evin demək olar ki, əşyaların hamısı demək olar evin içində qalır. Reallıqla gəlin, danışın. Qiymətdəki münasib qiymətdir. Yəni bu evə baha qiymət demək super bir qiymətdir. Çünki belə bir ev axtarsan tapanmazsan binədə. Gəlin bura. Evimizin sanitar qovşağı. Çölündə də var, içində də gördüyünüz kimi. Plus, moyka yeri, paltar yığmaq qoymaq üçün belə bir dolab yeri xanımlar. Görürsünüz, hamısı öz qaydasında, öz yerində. Plus, mətbəximizə keçək. Gəlin bura. Pauzan vurmuşaq. Gəlin bura xanımlar. Bura bizim mətbəximiz. Gördüyünüz kimi, mətbəx mebeli fulldur, hamısı öz qaydasındadır. Evdən bax, heç nə götürülmür. Bax, bu mətbəx var ha. Necə görürsən, elənsəndə hər şey qalır. İndi qaşıqsa o heç, yəni onlar götürüləcək. Yəni burada deyim ki, sən bunu götürürlər, götürmür. Yəni bunu götürürlər, götürmür. Qaz peçidir, budur, aspiratordur, hamısı. Yəni lüstruna qədər, lampasına kimi, çılçırağına kimi hər şey evin içində abstanovka olunubdur. Hamısı da qalır. Və onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bunlar elə belə yığılmayıbdır. Hamısı en bahalı detallardan yığılıbdır. Hamısı da yepyenidir. Yeri bir dənə istif oldu. Nəzər eləyək dostlar.
Giriş evin içindən koridorun hamısı, sanitar qoşağın içinə qədər hamısı istiboldu. Qapılarımız keyfiyyətli qapılardır, elə belə deyil. Evimizin orta periqorotkasına qədər cüt daşdır. Dəyərli dostlar, qapısı gördüyünüz kimi hamısı çox səliqəlidir. Evin zalına da söz yox. Yəni möhtəşəm evimizin zalı var. Yəni Allah xeyir versin, həmişə toy nəsib eləsin. Qardaş da xeyir duasını verir ki, gələn alan alsın, Allah hər kəsində xeyrin versin. Düzdürmü qardaş? İnşallah dostlar, belə bir ev ələ keçməz. Otaqların qapılarını bir dənə örtüm dostlar. Bir dənə elə nəzər eləyək. Bir dənə nəzər eləyək inşallah. Burada xalça qoymur. Bir dənə buna baxın. Qapılara baxın elə. Qapıların gözəlliyi öz yerində. Aşıq xanım, bir dənə zəhmət olmasa xahiş edin, bir dənə belə qurban evi götürək. Tamam, ətrafıdır. Məni yox, evi götürək, bir dənə qəşəng səliqəli. Deməli, evimizin zalı, eni, uzunu, təxminən belə deyim də, harca 12 metrəni, 7 metrə evin uzunudur. Qəşəng televizor stent yeri yığılıbdır. Otaqlarımıza daxil olacaq. Zalla tutarmırıq. Ha, gəlin bura. Burada bizim belə bir böyük, geniş, iri yataq otağımız. Əşyalar nə görürsən mebellər. Hamısı bahalı mebellərdir. Elə belə də deyil ha. Bugünkü günü bu mebeli axtarsan tapa bilməzsən. Evin içində qalır. Hamısı qalır. Qiymətə daxildir. Uqlovnikdir, bax stollardır, kondisionerdir, boşun kondisionerdir, 100 kvadratlıq kondisionerdir. Bunu vaxtı alıblar, belə deyim də, 3000 manata bugünkü gün heç gedib axtarsan 5000 manata bu kondisionerdən boş tapa bilməzsin. Yəni qiymətini bilənlər bilir, sadəcə olaraq mən dedim. Bu işin içində olanlar da qiymət bilirlər. Gəlin bura. Evimizin bu otağı. Gördüyünüz kimi bu otaqda da heç bir şey götürülmür. Bütün mebellər hamısı yenidir. Salafan mebellərdir. Buna baxın dostlar. Bir dənə evin mebelinə baxın. Mebel tərifləməyə gəlməmişəm, amma evi göstərməyə gəlmişəm. Sadəcə əşyalar içində qaldığı üçün, elə belə mebel olmadığı üçün mebelləri də yəni göstərirəm ki, görəsiniz. Evimizin adi qapıları öz sözünü deyən qapılardır. Bugünkü günü gelib bu qapıların bir dənəsini 700-800 manatdan aşağı tapmaq heç olmur. Gəlin bura. Evimizin daxil oluruq ikinci bir zalına. Dostlar, burada evimizin ikinci bir zalı. Gördüyünüz kimi, ola bilsin bəlkə bax bir dənə bax bu var ha, ən ucuzlu bir şeydir bax. Bu stol hara, bu hara, bu hara. Ola bilsin bir dənə bu götürdü, 6 dənə stolu ilə. Bax burada bu tərəfdə stolları var. Ola bilsin onlarla götürüldü. Amma bahalı da baxın hələ. Bax, aldırmaq olmur. Oy, adam boy. Nəsə, bunu söyləyəmirəm, baxın. Bahalı hamısı mebellərdə. Gətirmişik bura. Yəni Allah xeyir versin. Alanda, satanda bunlar qalır evin içində, hava bunlar qalır. Bax, servantlar, zadlar hamısı, bax burada divanı krestosu. Evimizin zalının 2 dənə lüstrü var. Çılçırağı var. Yəni bu da evimizin zalının nə qədər böyük və geniş olduğunu bəlli eləyir. Dostlar, qiymətdə qoyulubdur. Real alıcılar təcili gəlsinlər. Ola bilsin cüzi qiymətdə endirim oldu. Ev sahibi də özü burada. Olacaq qardaş cüzi endirim. Real alıcı gəlsin, endirim eləyəcək. Endirim, əşyalar da qalmaq şərtilə. Əşya hər şey qalacaq. Heç nə götürülməyəcək. Əlaqə nömrələrimiz var. Səhifəmizi bəyənin, abunə olun. Asfalt yol 200 metr, məktəb 400-500 metr, bağça 350-400 metr. Dostlar, bundan artıq da nə olsun? Allah xeyrinizi versin. Amin.